düzgün qidadan başlayır. Müxtəlif meyvə və tərəvəzlər üçün xüsusi reseptorlar. Son sorğulara görə istədiyimi yeyirəm deyən Amerikalıların sayı rekord həddə çatıb. Təəssüf ki, bu həm çox az meyvə tərəvəz yemək, həm də kifayət qədər müxtəliflik olmaması deməkdir. Meyvələrin yarısı cəmi 6 məhsuldan gəlir. Portağal şirəsi, banan, alma şirəsi, alma, üzüm və qarpız. Tərəvəzlərin yarısı isə bunlardır: iceberg salatı, dondurulmuş kartof, təzə kartof, kartof çipsi və konservləşdirilmiş pomidor. Yəni biz təkcə az yemirik, həm də ən sağlam meyvələri, gilə meyvələri və ən sağlam tərəvəzləri, tünd yaşıl yarpaqlıları da qaçırırıq. Dad palitramız olduqca kasıbdır. Bəs qidada müxtəliflik niyə vacibdir? Çünki fərqli qidalar fərqli problemlərə təsir edir. Məsələn, kələm, gül kələmi, brokkoli və kələmciklər yoğun bağırsaq xərçənginin bədənin orta və sağ tərəfində riskini azaldır. Amma bağırsağın sol tərəfində risk daha çox kök, balqabaq və alma ilə azalır. Yəni, eyni orqanın fərqli hissələrində belə fərqli meyvə və tərəvəzlər qoruyucu rol oynaya bilər. Müxtəliflik həyatın dadıdır və onu uzada da bilər. Miqdardan asılı olmayaraq, meyvə tərəvəz müxtəlifliyi ağciyər xərçəngi riskini azalda bilər. Eyni miqdarda yeyən iki insandan daha çox çeşid yeyən daha aşağı riskə sahib ola bilər. Bu təkcə xərçənglə bağlı deyil. Minlərlə insanın iştirak etdiyi bir araşdırmada həm tərəvəz miqdarı, həm də müxtəlifliyi ikinci tip diabet riskinin azalması ilə əlaqələndirilib. Hətta miqdarın təsiri çıxarıldıqdan sonra belə həftə ərzində hər əlavə 2 fərqli meyvə və tərəvəz diabet riskini 8% azaldıb. Niyə belədir? Çünki meyvə və tərəvəzlərdə olan çoxsaylı bioaktiv maddələr tək-tək və birlikdə təsir göstərir. Müxtəliflik artdıqca bu maddələri alma ehtimalımız da artır. Bütün tərəvəzlər xroniki xəstəliklərə qarşı qoruyucu ola bilər. Amma hər tərəvəz qrupu özünə məxsus fitonutrient kombinasiyasına malikdir. Hər tərəvəzin tərkibi fərqli olduğu üçün maksimum fayda üçün daha çox müxtəliflik lazımdır. Bəs fərqi varmı? Alfa karotin olsun, yoxsa beta karotin? Antioksidant, antioksidant deyilmi? Xeyr. Sübut olunub ki, fitokimyəvi maddələr bədəndə xüsusi reseptorlara və zülallara bağlanır. Məsələn, yaşıl çay üçün bədəndə xüsusi reseptor var. EGCG adlı maddə üçün. Üzüm, soğan və kapersdəki fitonutriyentlər üçün bağlayıcı zülallar mövcuddur. Brokkoli reseptorundan artıq danışmışdıq. Bu yaxınlarda alma qabığında çox olan bir maddə üçün də hüceyrə səthi reseptoru aşkar edilib. Əsas məqam budur. Bu hədəf zülallar bitki qidalarının təsir göstərməsi üçün mütləq lazımdır. Amma yalnız o halda işləyir ki, biz bu qidaları həqiqətən yeyək. Necə ki, təkcə C vitamini, həbi yerinə bütöv portağal yemək daha yaxşıdır. Çünki həbdə olmayan bir çox faydalı maddəni də alırıq. Eyni şəkildə tək bir meyvə yox, fərqli meyvələr yemək ilə hər birinin özünə məxsus faydasını qaçırmamış olarıq. Meyvə və tərəvəzin fitonutrient profili baxımından bu sözün əsl mənasında almanı portağalla müqayisə etmək kimidir.